Herkese salam qızlar. Yeni vloguma və kanalıma xoş gəlmisiniz. Video keçməzdən əvvəl kanala abunə olmağı, yorum yazmağı və videonu bəyənməyi unutmayın. Əgər hələ də aranızda videolarıma baxan amma abunə olmayan varsa, mütləq abunə olun. Abunə olun ki, mart ayına qədər 5000, il sonuna qədər isə 100.000 abunə olaq. Biz isə gedirik Sumqayıtda yerləşən Qayalı marketə. Şatoda, bəlkə işıqlıda olan. Nasıl bu hündürlərdən biridir. Adı Samsung. Qayalıdır daha. Qayalıdır. Bu markete gələnlər bilir yəqin ki, insan hədsiz çox olur qızlar. Təsəvvür edin ki, araba götürmək belə mümkün olmur. Ancaq gözləyirsən ki, kimisi arabası boşalsın, elə bir araba götürəsən. Qiymətlər isə digər marketlərə baxanda uyğundur. Biz bura hardasa 3-cü səfərdə gəlirik. Amma yenə də hər dəfə gələndə axtarırıq ki, market haradır. Qızlar, deməli marketdən çıxdıq. Yəni bizim vazgeçilməzimiz həmişə marketdən çıxandan sonra özümüz üçün alırıq. Mən belə xoşlayıram qarışıq meyvələri. Yoldaşım isə həmişə nə alırsa, şirniyyat olsun, şokolad olsun, çiyələkli alır. O da belə özü üçün. Qızlar, belə bir plastik qabım var. Bunları Trendyoldan almışdım. Buzluq üçün də əslində bu. Amma ki, belə pomidorlar falan, başqa belə salatlarda olanda bunun içinə qoyub soyuducuya qoyuram. İndi isə bu gün də bu pomidoru onun içinə boşaldıb qoyacağıq soyuducuya. Belə bankada qoymaq istəmirəm. Həm yerləşmir, həm də görüntünü pozur. Düzdür, soyuducuda o bankada olan məhsullar var. Amma ki, onlar üçün istəyirəm gələcəkdə şüşə saxlama qabları alım, hamısına uyğun. Elə yerləşdirim soyuducuya ki, çox da belə göz yoran, qarışıq bir görüntü olmasın. Dadı şirin qızlar, şirin pomidor. Sanki elə bir yayda bunları normal yeyəndə necə şirin olur. Bax, elə də dadı. Bunu da boşaldıq belə bir. Aslında bu yay çalışacağım ki, bunlardan özüm hazırlayayım belə. Xoşlayıram mən belə balaca pomidorları. Bu qədər. Belə, buraları belə yerləşdirdim. Buraya isə o qablardan yoxdur deyə paketlərdə qoydum. Orada yenə həmçinin. Burada isə toyuq ləbəngisidir. Bişməyə qoymuşam. Sabah da yoldaşım evlidir. İnşallah ki, istəyirik gedək Riyada. Ora gedək, oradakı stolları da baxaq mətbəx üçün olan. Çünki belə istərikdə yoldaşım gedib baxmışdı, nəsə ürəyinə tanınmamışdı. Ona görə fikirləşirik ki, gedək orada da baxaq, görək hələ nə tapırıq. İnşallah ki, taparıq. Çünki bura belə qalmasın. Deysə qızlar, artıq növbəti gündür. Mən isə Ramazan ayına özəl buzluq üçün qidalar hazırlayıram. Düzü, mənim pendirim duzlu olduğuna duzlu alınmışdı. Amma siz az duzlu pendir alarsınız. İzmir bir çəkdə. Az bizim tamam. Biz mebel alanda yoldaşımın seçimi buydu. Mənim seçimim isə indiki olan ağ divanımız idi. Yoldaşımın hələ də bunda ürəyi qalıb, dedi ki, bunu nə vaxtsa gəlib alacağım. Və Riyadda da yenə istədiyimiz kimi bir şey tapmadıq. Bu biraz xoşum gəldi. Amma ki, bu da taxta olduğu üçün dedi ki, cızılma ehtimalı daha çoxdur. Yəni Riyaddan da heç nə tapmadan qayıtdıq evə. Soyun. Kimə? Soyuna. Xaloğlu edik, xaloğlu. Halalı. Kimə? Halalı ya. Nə desən xaloğluya Mehdi? Arasın. Kimə? De xaloğlu ara. Halalı bak. Siri için tam konumu açarsan bu konuda sana yardımcı olabilirim. Unutulmuş. Elə həmin günün axşamında dedik uşaqlar gətirək əyləncə mərkəzinə. Bu arada bura xırdalandı. Yəni burada yaşadığımız müddətdə buraları mən belə piyada gəzirdim. İndi isə oraları gördüm, belə darıxdım. Uşaqları isə LSV2-nin üstündəki pullanda aparmışdıq. Çox əyləncəli bir yerdir. Videolarda görəcəksiniz, rəngarəng idi. Hə? Hə. Şirindi bu. Ay qızlar. Qardaşımın da oğlu olacaq. Yenə də bu qız paltarlarına baxa-baxa qaldım. Bu arada bura LSV2-də endirimlər var. Bunlara baxın elə, çox şirin corablardır bu. Çək.
Qaldığımız yerdən yenə davam edirik. Burada isə qazan kotleti üçün belə ətlər hazırlamışdım. Onları tək-tək dondurub qablara yığdım. Qızlar, növbəti gün çox gözəl qar yağırdı. Mən fikirləşdim ki, yerdə qalacaq uşaqlar qartopu oynaya biləcəklər, amma təəssüf ki, yenə qalmadı. Elə gördüyünüz qədər sonra əridi. Bu gördüyünüz ət çəkənin dəmirini isə qabyona atmışdım. Qaralmışdı əməlli. Sonra isə yumağa çalışdım, biraz rəngini açdım. Amma bir qarışım görmüşəm, səhv eləmirəmsə limon duzu ilə sirkədir, alma sirkəsi. Bir gün onu yoxlayacağam, o suyun içinə qoyacağam. Görüm hələ rəngi atılacaqmı, yoxsa yox. Burada isə mətbəximi yığışdırıb və yenə də buzluq hazırlamaya davam edəcəm. İstəyirəm ki, orucluq ayı çeşidlər daha çox olsun. Yəni mənə də rahat olsun. Çünki mən özüm də oruc olanda biraz yorğunçuluq, halsızlıq olur. Ona görə daha rahat olar ki, həm daha çox fikir olar mənə yemək fikri, həm də ki, elə götürüb bişirmək daha rahat olar. Bu arada qızlar, sizin də bildiyiniz, çoxdan hazırladığınız dondurucu üçün qidalar varsa, zəhmət olmasa mənə yazarsınız. Çünki belə fikirlərə çox ehtiyacım var. İstəyirəm ki, yenidən fərqli məhsullar hazırlayıb buzluğa atım. Əgər hələ də abunə olmadan izləyirsənsə, zəhmət olmasa abunə ol. Mətbəxim də oldu tərtəmiz. Bu günləri yenə də buzluq hazırlamaya davam edirəm. Pendirli elədiyim bükmənin bu gün isə ətli formasını eləmək istəyirəm. Onu da eləyib atacağam buzluğa. Dəki qızlar, bir video görmüşəm. Mərci supunu da hazırlayıb onu da qoyular dondurucuya. Bu günləri onu da hazırlayacağam. Bu videonu normalda danışa-danışa çəkmişəm, amma ki, üstünə səs yazmaq məcburiyyətində qalıram. Baxıram ki, sözləri yenə də çox uzadıram. Biri yazmışdı ki, hətta yenə də uzatdım. Biri yazmışdı ki, və sözləri çox uzadırsınız, sanki müəlliməsiz, dərs keçirsiniz. Yəni neyim qızlar? Mənim danışığım belədir. Hətta indi də ola bilər ki, danışanda yenə uzadıram, amma bacardığım qədər düzəltməyə çalışıram. Mərcilərimi yudum. Bura mərci. Deməli qızlar, baxın, burada belə kartof kök, bir də soğan var. İndi isə bunları doğrayıb tökürəm. Bunun üstünə biraz da üstünə çıxana qədər su göndəririk sobada bişməyə. Bunları belə fərq yoxdur, yəni necə istəyirsiniz elə doğraya bilərsiniz. Əsas odur ki, bişsin. Yəni bunlar bişəndən sonra blenderlə bunları əzib püre halına gətirəcəyik. Sonraki etaplarda sizə göstərəcəm ki, necə eləyirik. Mən bunu yeni gördüm. Dedim ki, eləyim elə Ramazan ayında rahatlıq olsun. Həm də Ramazan ayında məsələn çox bişirəm də mərci supunu. Onda bişirəndə məsələn eləyirsən, səhərə qalır, səhər ki, axşam yeyəndə tam o olmur da. Amma belə yaxşıdır ki, qup-qup. İstədiyin vaxt nə qədər lazımdırsa çıxar soyuducudan. Bişir, hazır. Məsələn 2 nəfərlik istəyirsən, 2 nəfərlik və ya 4 nəfərlik istəyirsən, 4 nəfərlik. Həm tez başa gəlir, rahat olur. Yəni buna da bir vaxt ayırmırsan. Aha qızlar, bütün hamısını doğradım, tökdüm. İndi isə belə birazcık su üstünə, mərcilərin üstünə çıxana qədər. Xanım deyir ki, ədviyyat duz falan heç nə tökmək lazım deyil. Amma bir türk oğlan bişirmişdi, o isə bütün ədviyyatlarını qatmışdı. İndi isə mən qərarsız qalmışam, bilmirəm bunu ədviyyatını duzunu qatım yoxsa yox. Yəni qatanda görəsən nə olur ki, xarab olur. Normalda yeməkləri bişirəndə onsuz da duz tökürük də içinə. Buna niyə görə xanım dedi duz tökmək olmaz, onu anlaya bilmədim. Qızlar, deməli bunu qoydum sobaya. ChatGPT-dən də soruşdum ki, bəs duzunu atım mı, atmayayım mı? O da mənə dedi ki, atma. Çünki buzluqda qaldıqca duzu falan ya istiot atsam belə onlar daha tütünləşə bilərmiş. Ona görə dedi ki, atmasan daha yaxşı olar. Mən də duzunu, istiotunu heç birini atmayacağım. Onları ancaq götürüb bişirəndə atacağım. Burada isə indi o həmin dediyim lavaşın içində hazırlayayım. Qızlar, baxın, sizə dediyim lavaş bax budur. Bişməmiş lavaşdır. İndi isə istəyirəm ki, görüm hələ buna nələr qatıb buzluğa ata bilərəm. Onu da soruşurum ChatGPT-dən. Sonra keçim yavaş-yavaş bunları bükməyə. Ha qızlar, lavaşlarımızı qoyuruq. Başlayırıq yavaş-yavaş bunları bükməyə. Baxın qızlar, onları bükəndən sonra belə bir qablara yığacağam. Bunlar plastikdir. Bunları Trendyoldan almışdım. Bu lavaşların biraz böyük forması da var. Ondan da istəyirəm alım. Nəsə belə börək falan edeyim. Onu da bir atım dondurucuya qalsın. Baxın belə. Asan bir şey deyil əslində. O qədər də belə vaxt aparan da bir şey deyil. Belə. Büşdüm yıldan. Bunlar da gedir dondurucuya. Bu bişdi. İndi isə bunu belə blenderla əzəcəm. Tam püre halına gətirim. Sonra isə sizə göstərərəm. Bu da belə hazır. İndi bu belə püre halındadır. Bunu indi başqa bir qaba töküb, sonra soymağa qoyacağam. Ondan sonra isə buzluğa atıb dondururuq. Sonra isə istədiyiniz ölçüdə kəsib qablara yığırsınız. Qızlar, qaba mütləq ki, yağlı kağız sərməyi unutmursunuz. Mən belə şüşə qaba tökdüm. Bir də yağlı kağız sərdim. İndi isə bunu soyucuya qoyacağım. Biraz soyusun, sadəcə çox istidir. Bir də qızlar, mərcidən kimlər çörək hazırlayıb. Mən hazırlamışam bir dəfə unsuz.
Yəni çox qəşəng alınır. Demək olar ki, o qədər də çətin deyil. Sadəcə olaraq mərcini biraz axşamdan qoymaq lazımdır islanmağa. Belə, amma belə asan bir şeydir. Daha da ki, yəni çox qəşəng olur. İndi bir dənə sizə bayaqlar yığışdırdığım mətbəxin halını göstərim. Görürsüz? Yəni mən iş görəndə, yəni bütün hər tərəf, hətta telefonumun üstü belə, yəni mərcidir. Yəni üstüm başım belə blenderdan keçirdim də sırada hər yerə. İndi isə başlayıram buraları yenidən yığışdırmağa. Burada isə keçirəm düşbərəni hazırlamağa. Mən xırda-xırda etdiyim üçün çox vaxt apardı, həm də çox məni yordu. Qızlar, normalda düşbərəni bu qədər xırda hazırlamıram. Əgər tək yemək hazırlayıramsa, bundan iri formada hazırlayıram. Yox, əgər 2 cür yemək hazırlayıramsa, bu sulu yemək olacaqsa, bunu belə xırda eləyirəm ki, daha yaxşı olsun. Həm də ki, bunu alma sirkəsi ilə yeyəndə çox dadlı olur. Belə qızlar, axşam sizə nə göstərəcəm? Mən Ramazan ayı üçün xurmalıq görmüşdüm. Instagram səhifəsində 1 manata görmüşdüm. Balaca belə qabda da qəşəng. İndi onu yoldaşıma demişdim, Sədəfdə də görmüşdüm. Elə bildim orada 1 manat, sən deməm orada 50 qəpiymiş. İndi axşam gətirsin yoldaşım, onu da göstərəcəm sizə. Çox qəşəng. Yəqin ki, Instagramda görmüş olarsınız. Ramazan aksesuarlarına maraqlananlar görər. Baxın qızlar, belə bükdüm. Təsəvvür edin ki, bu qədər də belə bükmüşəm. Saat artıq 5-in yarısıdır. Bunu da bitirdim. Artıq yorulmuşam həqiqətən. Boynum falan ağrıyır. Dedim bunları yığışdırım da bəsdir. Supum da donub, gördüyünüz kimi çox belə buz halında deyil, biraz malmat formasındadır. İndi bunu qablara yığıb qoyacağıq buzxanaya. İndi hələ ki bundan nümunə üçün bişirməyəcəm. İnşallah ki orucluq ayı bişirib baxarıq, görək hələ necə alınacaq. Əgər ki yaxşı alınsa, bundan sonra davamlı belə edəcəm. Qızlar, burada isə axşam yeməyi üçün jülyen hazırladım. Bunun hazırlama prosesini çəkmədim sizin üçün. Çünki bu videomuz çox biş-düşlü olduğu üçün dilim sıxıcı olmasın. Qızlar, deməli burada qazan kaklet eləmişəm, belə kaklet eləmişəm, düşbərələrim hazır. Supun bayaqlar göstərdim sizə, 2 qabdır. Burada göyərtili bükməmizdir, burada isə ətli bükməmizdir. Belə hələ ki buzluq hazırlıqlarım bu qədərdir. İndi görək elə bundan sonra başqa nələr hazırlaya bilirəm. Əgər sizin də əlavə fikirləriniz varsa, zəhmət olmasa yazarsınız. Qızlar, hətta bu jülyendən də hazırlaya bilərsiniz. Bunu tam bişməmiş, daha doğrusu içini falan bişirirsiniz. Baxarsınız reseptinə YouTube-da, amma elə YouTube-dan götürmüşəm reseptindən. Deməli, onu hazırlayırsınız, içini bişirirsiniz, üstünü pendirləyirsiniz. Belə buzluğa atmaq olar, yenə də istənilən vaxt çıxardırsınız, yeyirsiniz. İstəyirəm bundan da hazırlayın buzluq üçün. Qızlar, gəlin sizə göstərim. Nəhayət ki, stollarımızı aldıq. Baxın, görün hələ bunlar necədir. Məncə bunlar daha yaxşı oldu. Hətta sizə gəlin. Buradan da belə göstərim. Yəni, keçən dəfəkilər çox göz yorurdu. Amma bunlar isə tam uyğundur. Özəki qızlar çox yüngül bir şeydir. Həm də ki, o birisinin də qiyməti çox münasibdir. O birisini almışdıq 200 manata. Bunu isə 90 manata almışıq. Baxın, belə. Mən tam belə bir şey istirdim əslində. İndi tam istədiyimiz kimi nəhayət ki, tapdıq. Bir də sizə gəlin nə göstərim. Mən xurmalığı istəmişdim Ramazan bayramı üçün süfrəyə qoymağa. Baxın hələ. Mən istədiyim başqa cür idi, amma olmadığı üçün yoldaşım belə bir şey alıb. Da ki, baxın belə. Məncə maraqlıdır bu da. Bundan da 12 ədəd alıb, 1.50 qəpikdir bu arada bunun. İndi qaldı bir buranın belə pərdəsi. Görək indi onu nə vaxt alırıq. Əgər videonu bura qədər izlədinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və yorum yazmağı unutmayın. Hələlik!